Çimərlik dedik, bəzi çimərliklərə avtomobillə gedənlərdən parkinq adı ilə pul tələb olunur. Maraqlıdır ki, belə tələblərə qanunvericilik nə deyir? Nurlan özü də sürücü kimi gedib çimərliyə vəziyyəti çəkir. Bir dəqiqə zəhmət. Hara gedir? Bu haqda birazdan danışacağım. Əvvəlcə bu şəxsin qaçmasına səbəb olan amildən danışım. Dənizkənarı çimərlik ərazilərinə giriş üçün avtomobil sürücülərindən pul tələb olunur. Elə qapının yanında dayanan şəxslər hər bir sürücüdən 1 manat tələb edir. Bəs bu pulun qarşılığında hansı xidmətlər göstərilir? Elə bu məqsədlə biz də Mərdəkan qəsəbəsində çimərlik ərazilərində məsələni araşdırmağa çalışırıq. Sürücülər deyir ki, çimərliyə daxil olar olmaz onlardan pul istənilir. Harası müştəri restorana götürəm, gözləyirəm orada. Çıxanda bir də görsən pul istəyir də. Heç nə yoxdur. Adicə bir sepi salır, 1 manat verəcəksən, keçəcəksən. Biz də ilk olaraq deyilənlərin həqiqət olub olmamasını yoxlamaq üçün çimərlik ərazilərinə avtomobillə daxil olmağa çalışdıq. Beşetka var. 20 manat. Bəs maşına görə pul almırlar. 1 manat da maşına var. Bəs bura giriş neçədir belə? Giriş neçədir? Giriş belə giriş var. 1 manat. Giriş neçədir? 1 manat. Bəli, görünən mənzərə budur. Həmin şəxslərdən pulun hansı xidmətə görə istədiklərini öyrənməyə çalışdıq. Varsa. Bir dəqiqə zəhmət. Hara gedir? Nəyə görə məsələn? Çəkil gəlmədi, xahiş Bir dəqiqə qulaq asla, açıqlama verdim ki, Açıqlama verəm. istənilirsə nəyə görə istənilir? Pul istənmirik. Bax bizdən az Giriş- öncə istədik. Yox, pulsuzdur ona görə. Bəziləri parkinqə görə ödəniş tələbini belə izah etdilər. Burada sırf məqsəd maşınlar bir-birinə mane olmasın ki, bir dəfə təyin olur ki, bura sən dur burada, bu maşınlar bir-birinə mane olmasın. Amma elə yerlər də var ki, məhz orada ailəvi gələn şəxslərdən parkinq üçün ödəniş tələb olunmur. Özünüz gördüyünüz kimi girişdə pulsuzdur, parkovka pulsuzdur. Dəniz sahili hər kəsə açıqdır. Kim istəsə gəlib keçə bilər, ona heç kəsin müdaxiləsi yoxdur. Çimərlik ərazilərində fəaliyyət göstərən obyektlərdən birinin rəhbəri isə parkinqə görə ödəniş tələbinin qanuni olduğunu dedi. 2-3 adam buraxırıq ki, həm də ki canlı nəzarət eləsinlər. Qarşılıqlı budur 1 manat. Nəzarət nədir? Maşınlara Maşınlarda nə problem? 152 necə oğurluqlar olur eşitməmisiniz? Qurban ona görə nəzarət kameradan başqa özümüz də nəzarət edirik. Həbsə qoydu yara 1 manat ver, getdi ondan da öyrə axı qurban sənə. Qanunudur, mənim çeki var, o dayananın çeki var. Çıxanda 1 manat alırsa 1 manat çeki verir ona. Hər hansısa bir ödənişin əsası yoxdur. Yəni söhbət avtomobilin parkovkasından gedir. İndi orada deyək ki, hər hansısa bir yaşayış obyekti varsa, o bir xidmət göstərirsə, deyək ki, orada bir istirahət etmək üçün bir stol təklifi verirsə, zaten ona məxsusdur, həmin o stol o gətirib orada onu təklif edir. Ancaq söhbət parkovkadan gedirsə, bu təbii ki, bunun heç bir əsası yoxdur. Deputat onu da dedi ki, bununla bağlı məsələlərin tənzimlənməsi Dövlət Turizm Agentliyinin müraciəti əsasında Nazirlər Kabinetində həyata keçirilməlidir.